İzləyicilərimizdən biri, traderlərin biri coinlər haqqında məlumat almaq istədi və Trump coinə, təbii ki, Trump yanvar ayında, yəni rəsmi seçilməsinə bir neçə gün qalmış, Trump coin 75'e qədər yüksəldi. Seçiləndən sonra isə 7'ye qədər indi. Hal-hazırdakı vəziyyət, yəni onlardadır, 11'lərdədir. Təbii ki, gələcəkdə yüksələcək. Yəni keçək biz əsas məsələyə, əsas məsələlərdən biri qızıldır. Yəni qızıl bugün nə edəcək? Yəni hədəflər olaraq 3348'lər, 49'larda, ondan sonraki hədəflər isə 3373'ləri nəzərdə tutulur. Yəni satış əməliyyatları üçün isə biz yalnızca 3325'lərdən sonra fikirləşə bilərik. Bitcoin gəldidə isə Bitcoin necə? Yəni Bitcoin təbii ki, bu dəfə 110'lar, yəni hədəfli 111'lər, yəni növbəti hədəflər yaxın həftələrdə 118'lərə qədər yüksəlməsi gözlənir. Satışlar isə 108'lərdən sonra fikirləşməyə dəyər.